Hamınıza salam, mən Ədis Nəsəli. Bugün sizlərlə birlikdə yenə də bir video çəkirəm. Belə ki, bu videoda sizin ekran kartınıza necə güc verməyinizi öyrədəcəm. Bu, yəni proqramsızdır. Yəni bu, siz yəni yeni bir ekran kartı alana qədər, yəni çox müddət yoxdur. Ən az 2-3 ay yəni işləyəcək. Yəni mən də etmişəm, mən də görmüşəm. Yəni yaxşı da şeydir, artır, yəni güc verir də orada elə bil. Ekran kartı, yəni misal üçün siz oyun oynayırsınız, kasır, amma yəni ondan sonra mənim etdikdən sonra görürsünüz ki, kasmır da, yəni elə olacaq. İlk öncə daxil oluruq, puskla R-ni basırıq. Sonra isə bura reget yazırıq. Sonra isə burada belə bir şey açılır, yəni kompüterin yaddaşı, yəni kompüterin əsas yeri bura. Buradan 1, 2, 3 Hikey lokal makine. Buna basırsınız, buna basın. Sonra isə buradan ən aşağıya gəlin və burada sistem. Sonra bura gəlin. Burada əsas bura əsasdır. Burada sizdə yəni Windows 7 istifadəçisisə sizdə belə olacaq. Yəni Ctrl set 1, Ctrl set 2. Bir də Ctrl set. Amma Windows 10 olacaqsa Ctrl set 1 olacaq. Yəni təkcə. Əgər Windows 7 işlədirsinizsə mən etdiklərimi edin. Yəni ikisinə də uyğun. Sonra isə buna basırsınız və buradan Ctrl və belə ki burada Windows düyməsini axtarmalısınız. Papkasını axtarmalısınız. Siz qısaca W hərfi yazın. Və gördüyünüz biraz aşağı gəlirik. Aha, Windows. Buna daxil olur və burada qabağımıza belə bir şey çıxır. Siz burada aşağı gəlin və burada CCD versiyon. Buna 2 dəfə mouse'un sol düyməsindən basın. Və gördüyünüz kimi bu 100'dür. Siz bunu 300 edin. Və sonra ok düyməsini vurun. Və sonra həminki kimi yenə də Windows 7 işlədirsinizsə belə edin. Ctrl set 2'yə daxil olun və buradan Ctrl, yenə də aşağı gəlin, Windows və buradan CHD versiyon və buraya 300 yazın. 300'dən artıq yazmayın yəni. Sizdən yəni 300 normaldir, yəni özü hesablayacaq. Və sonra isə bunu da bağlayırıq və axırı son olaraq Ctrl seti basırıq. Və buradan da Ctrl və buradan da Windows papkasını tapırıq. Yəni faizəyi tapırıq və buradan CHD versiyon və buradan da bunu 300 edir. Yəni mən etmişəm. Yox, avtomatik olaraq bura indi yazıldı. Çünki o etdiklərimizə görə yazıldı və burada gəlin bunları bağlayın. Yəni bağlamasız da olar, yəni sizə gezin deyirəm. Və sonra dostlar kompüterinizə perzaqışqa verin, yəni yenidən başladın və beləliklə olanlara özünüz şahid olacaqsınız. Dostlar, bugünlük bu qədər. Belə videoların gəlməyini istəyirsinizsə kanala abunə olub videoları bəyənməyi unutmayın. Dostlar, sağ olun, inşallah görüşənədək.